Yuxuda bükmə yemək gizli qalan məsələnin açılması və planların mərhələli şəkildə formalaşması ilə əlaqələndirilə bilər. Bükmənin xəmirinin içliyə sarılması bu yuxuya xüsusi simvolik məna verir. Yuxuda bükmənin içini görmək uzun müddətdir maraqlandığınız bir məsələnin əsl mahiyyətini öyrənəcəyinizə işarə edə bilər. Bükməni özünüz hazırlamısınızsa, bir planı addım-addım qurduğunuzu və nəticəyə yaxınlaşdığınızı göstərə bilər. Bükmələrin səliqəli şəkildə düzülməsi işlərinizi sistemləşdirməyin sizə fayda verəcəyinə işarə kimi yozulur. Dağılmış və açılmış bükmə isə planın bəzi hissələrini yenidən nəzərdən keçirməyin zəruri olduğunu simvolizə edə bilər. Bükməni başqaları ilə bölüşmək bir sirri və ya şəxsi fikri etibar etdiyiniz insanla paylaşacağınızı göstərə bilər.